Salam əziz dostlar, hörmətli kanal izləyiciləri, hər birinizi kanalımızda xoş gördük. Bugün mən Tərlan sizləri Binə qəsəbəsi bolluq ərazisindən salamlayıram. Gününüz uğurlu olsun inşallah. Çox vaxtınızı almayım. Gözəl Bakı Kupsalı 5 otaqlı 3 sanitar sanitariyalı olan gözəl 2 mərtəbəli evin çəkilişinə gəlmişəm. Ümumi torpaq sahəsi 2 sotdur, 5 otaqdır, 4 yataq, 1 qonaq, 1 mətbəx və 3 sanitar sanitariyalı. Evin içərisində inşallah hamısına tanış olacağıq. Evin ümumi görünüşü, evin üz qabaq işıqları, bu gecə işıqlandırılması qalıb, onlar qoyulacaq təbii ki. Bir dənə belə ağ ev deyirik biz buna. Həmkarlar arasında ağ ev deyirik. Qəşəng dizayn var. Kimsə istəsə rənginə görə dəyişiklik eləyə bilər təbii ki. 2 sotdur, 156 kvadratlı paket kupçalıdır. Tam ipotekana ala bilərsiniz. Avtomatik jalüzi qapısı var. Ayrıca giriş qapısı, işıqlandırılması var. Həyətdə ayrıca sanitar sanitariya kimi yer ayrılıb. Kimsə istəsə yenə deyirəm, təmir eləyə bilər. Əlavə su çəni var, şirin suyu var, qazı var, işıq, internet, hamısı var. Yəni bu görürsünüz, dirəklər var. Həm də bu məhəllənin mərkəzi işıqlandırılması var. Mərdəkana yoluna, yəni Binə körpüsünün, asma körpüsünün yanında Bravo var. Bravoya 450 metr məsafəsi var. Yəni əsas yola qədər. Ya Allah, salamünaleyküm, xoş gəlmişik. Ev tam ideal şəkildə tikilib, heç bir problem yoxdur. Giriş qapısı. Yəni bu evə belə deyim də mütəxəssis də götürüb yoxlatdıra bilərsiniz. Monolit betonudur, kəməridir, fundamentidir. Tam yəni tikinti qaydalarına riayət olunub. Sol tərəfdə qonaq otağı. Mən belə ümumi çəkeyim. Tristen hissəsi də yığılıb. Pərdəsi var evin, lüstrləri hamısı asılıb. Spot işıqlar, gizli işıqlar. Panorama geniş pəncərələrlə. 1 və 2-ci mərtəbə monolit beton istipoldur. Mətbəximiz genişdir. Burada istipoldur. Hər otaq üçün də kondisionerə görə ayrıca xət gedir. Yəni yüklənmə olmasın deyənə. Bura bizim mətbəx. Yaşlı insanlar üçün nəzərdə tutulmuş bura yataq otağıdır. Həm də kim istəsə, yenə deyirəm, burada iş otağı da eləmək olar. Təbii ki, yuxarıda 3 yataq otağı geniş var. Buranın da iş otağı, qardirob kimi də nəzərdə tutmaq olar. Evin 1-ci mərtəbənin sanitar sanuzeli genişdir. Aksesuarları hamısı qoyulub. Bir dənə duş kabin bölünməlidir. O da qoyulacaq inşallah. Qardirob qoyulub bu hissədə hazır. Və pelekanın alt hissəsində burada əlavə əşyaları yığmaq üçün, məişət əşyaları üçün yer ayrılıb. Tam arxayınlıqla qoymaq olar. Kombi artıq 32 kombi qoyulub tam işləyə vəziyyətdə. Və qalxaq 2-ci mərtəbəyə. Təbii ki, monolit mərmər üzlü ilə pelekanlarımız. Bura buzlu şüşədir. Görsənməyən şüşə işıqlandırılmaq üçün qoyulub. Və 2-ci mərtəbə. Burada istipoldur, monolitdir təbii ki. Belə ümumi götürüm. Burada yerləşir bir yataq otağımız. Lüstrün lamçıqası yoxdur, yanmır, qoyulmuyor. Və növbəti bir geniş yataq otağımız həyətinə baxır. 2-ci mərtəbənin sanitar sanuzeli. Və növbəti böyük bir yataq otağı. Pəncərəsi çox böyük, geniş panoramadır. Və bu otağın daxilində ayrıca sanitarı var. Həm sanuzeli. Kiçik moydadır, kiçik güzgü. Gözəl, qəşəngdir. 5 yataq otağı, 156 kvadrat 2 sot, paket kupçalı. Və yenə çıxaq balkona, 2-ci mərtəbənin balkonu. Hər yer tam yaşayışdır. Mərkəzi işıqlandırılması var küçənin, geniş küçədir. Həyətində çəkeyim. Start qiyməti 173 minə deyilir. İnşallah real alıcı ilə
qiymətdə razılaşma olacaq. Ev haqqında hər hansı bir sualınız olarsa əlaqə saxlaya bilərsiniz. Sağ olun, sağlıqla qalın.